Zirvə Zəfər İdarəçisinin rəhbərlik vizyonu və ənənələri layihəsinin açılış mərasimi keçirilib. Layihəni Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi reallaşdırır. Tədbir çərçivəsində idarəetmədə yeni çağırışlar mövzusunda panel müzakirələr reallaşdırılıb. İyulun 6-sına dək davam edəcək layihədə müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs dövlət rəsmiləri ilə təcrübə mübadiləsi görüşlərində idarəetmədə innovativ liderlik bacarıqları mövzulu təlimlərdə, asan xidmət təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Eyni zamanda işğaldan azad olunan ərazilərə infoturlar təşkil olunacaq, Təəssüratlar Toplusu adlı onlayn kitab nəşr ediləcək. Bugün artıq 150-dən çox dövlət və özəl sektorda əməkdaşlar bu marafona qoşulublar və qarşıdakı aylar ərzində qeyd etdiyim kimi zəfərə aparan yolda Azərbaycan Prezidentinin strateji vizyonunun və strateji idarəetməsinin bir yerdə, birlikdə tədqiq edilməsi, araşdırılması və təlim edilməsi, onun təcrübəsinin öyrənilməsindən ibarətdir.